Salam dəyərli izləyicilər. Burada sualımıza qeyd edilir ki, Didqori döyüşü nəticəsində nə baş verib? İlk öncə Didqori döyüşünün nə zaman baş verdiyini və onun nəticəsini bilmək lazımdır və bunu biləndən sonra sualın cavabını rahat tapmaq olar. Məsələn, burada Didqori döyüşü nəticəsində variantlar verir. Azərbaycan Səlcuqlar tərəfindən tutulması ilə başa çatmışdır. Xeyr. Didqori döyüşü 1121-ci ildə Səlcuqlarla Gürcülər arasında baş verib və burada Gürcülər qələbə qazanıb. Bununla da Tiflis Müsəlman Əmirliyinin varlığına son qoyulub. Ona görə də uyğun cavabımız B variantında açıq şəkildə görülmüşdür. Yəni bu 1121-ci ildə olan hadisədən söhbət gedir. Digər variantlara baxsaq, Rəvvada Oğuz hərbi qüvvələrinin Erməni-Gürcü ittifaqına qalib gəlmişdir. Şirvanşahlar dövlətinin paytaxtını Şamaxıdan köçürülməsi ilə əlaqəsi yoxdur. Eyni zamanda 4-cü David məğlub edilmişdir. Bunların hər biri yanlışdır. Ona görə B uyğun cavabdır. Digər bir sualda hadisə nəticə əlaqəsi doğru verilmişdir. Arilərin yürüşlərinin baş verməsi Çində dəmir emalı. Arilər 2-ci minillikdə həm də Hindistana axın ediblər, Çinə axın eləməyiblər. Teoman Tanhu'nun Türk tayfalarının birləşdirilməsi, mərkəzi isə ilk Türk dövlətinin meydana gəlməsi, bu doğrudur. Mete xanın Çinə yürüşünün başlanması, Böyük Çin səddinin inşasına başlaması. Mete xaqandan əvvəl Teoman Tanhu'nun yürüşləri zamanı da Böyük Çin səddi inşa olmuşdu. Ona görə də burada deməli 214-cü ildə Teoman Tanhu'nun dövrünə düşür. İnsanın vahid halda birləşdirilməsi, Mohenjo-Daro'nun yaranması, Daro şəhərinin yaranması. İnsanın vahid şəkildə birləşdirilməsi 3-cü əsrin ikinci yarısına aiddir. Ashokanın dövrünə düşür. Mohenjo-Daro ondan 3-cü əsr, deməli 3-cü minilliyə aiddir. Hindistanın vahid halda birləşməsi 3-cü əsrə aiddir. Deməli bu da yanlışdır. Ashokanın hakimiyyətə gəlməsi Hindistanda Budizmin təbliğ edilməsi, bəli. Budizmin faal təbliğatçısı Ashoka olmuşdur. Ona görə də sualın doğru cavabı 2-5, yəni B variantında aydın şəkildə verilmişdir. Diqqətiniz üçün təşəkkür edirik.